Deməli, hər ikisində cansız varlıqlardan söhbət edirlər. Uruz ağacından söhbət eləyir, Leylinə ilə, çırağla, şamla. Deməli, yadda saxlayın, ortaq cəhət kimi düşə bilən sualdır. Yaxşı, Rəhim, Dədə Qorqudla bağlı desək, hansı boyda Dədə Qorqud digər boylardan fərqlənir? Dədə Qorqud bir obraz kimi digər boylardakı daşıdığı xüsusiyyətlərdən fərqlənir. Nəyi ilə fərqlənir? Birbaşa iştirakçıdır. Deməli, Basatın Təpəgözü öldürdüyü boyda birbaşa iştirakçıdır. Çünki Təpəgözün üstünə göndərirlər. Yaxşı, Sevinç, Basatın Təpəgözü öldürdüyü boyda Basat qardaşın öldürüldüyünü kimdən öyrənir? Qapaqan arvadından. Qapağan yox, qapaqan. Yaxşı. Basatın Təpəgözü öldürdüyü boyda Bahar kimlər məğlub olur? Təpəgözə kimlər məğlub olur? Yaxşı. Təpəgöz kimin oğlu idi?